Salam əziz və dəyərli soydaşlarımız, bir daha hər kəsi xoş gördük. Güney Azərbaycan Qurtuluş Partiyasının Qurtuluşun sözü ilə birlikteyiz. 17-18 dəqiqəlik yine verilişimizlə bir çox önəmli mövzu ələ almışıq və bu əlbəttə ki, bizim ümumiyyətlə demək ki, Azərbaycan Milli Hərəkatını çoxdan məşğul edən bir məsələdir. Biz əlbəttə ki, demək, mədəni hərəkat dediyimiz, mədəni hərəkat bir millətin yüksəlişi, bir millətin sabitlanması, bir millətin milli ruha sahib olması ilə əlaqədar bir şeydir. Mədəni hərəkat bir millətin əlindən alınmış dilini, mədəniyyətini, kültürünü, teatrını, adətlərini, ənənələrini, geçmişdən indiyənə qədər olmuş bütün gələnəklərini yenidən əldə almaq, yenidən demək ki, millətə qaytarmaqdır. Bu təbii ki, bu çox haqlı və çox normal bir demək tərifi vardır. Tərif bundan ibarətdir ki, bir millətin millətçiliyini, bir millətin millət ünsürlərini o millətin əlindən alan o qeyri-ünsür əsasları millətdən uzaqlaşdırıb və milləti öz mənliyinə, kimliyinə, öz varlığına sahib çıxarmaqdır. Və bu, əlbəttə ki, hər bir siyasi hədəfin, milli siyasi hədəfin ön şərtidir. Milli mədəni format olmadan, milli mədəni dirçəliş olmadan milli siyasi gerçəklik, milli siyasi hegemonluq əldə edilənməz. Və bu da əlbəttə 100 illik çox şiddətli bir assimiliyasiya altında olan Azərbaycan Türk millətinə aid bir gerçəklik, vaqiyyətdir. Bu gerçəklik, vaqiyyəti görmədən biz bu demək ki, məbhəsə girə bilmərik. Bir daha tikir etmək istəyirəm ki, əziz soydaşlarımız, bizim demək bu 40 illik yeni bir milli dirçəlişimizin, yeni bir milli oyanışımızın, yeni bir milli mərhələmizin ortaya gəlməsində mədəniyyət, kültür ən böyük rolu oynamışdır. Baxın, təsəvvür edin, bir Heydər Baba bir demək mənzuməsinin, Heydər Baba bir şeirinin nə böyüklükdə bu millətin üzərində təsir olduğunu, ya Səhəndiyənin daha səviyyəsini siyasi səviyyə qaldırmış bir şeirin bu xalqın, bu millətin ruhiyyəsində nə qədər böyük rol olduğunu, oynadığını, Quzey Azərbaycanımızın şairlərinin, yazarlarının Güney Azərbaycana axışan demək ki, o ədəbiyyatının, həsrət ədəbiyyatının milli hərəkatımızın bu günə gəlməsində, bu səviyyəyə gəlməsində nə böyüklükdə rol olduğunu danmayaq. Bunlar hamısı bir gerçəklik, bir həqiqətlərdirlər, vaqiyyətlərdirlər. Uşaqlarımızın demək ki, o dil açandan etibarən öz ana dili ilə, öz ana kimliyi ilə, öz ana həyat fəlsəfəsi ilə an tanış olmaqları nə böyüklükdə bir hərəkət yaradacaq. 10 ildən sonra, 20 ildən sonra bunu biz geçmişdə də şahid olduq. Və bu sahədə bizim çox siyasi insanlarımız, çox siyasi idraki olan insanlarımız Azərbaycan Türk millətinin bu ayaqlanmasında, bu çalxantılara doğru düzgün cavab verməsində, daha doğrusu özlərinin o gündəlik məsələlərində mədəni formaların ortaya gəlməsində nə qədər çalışqan insan olduqlarını hamımız gözümüzlə gördük və onların təsiri altındadır ki, bu günləri Azərbaycan milli hərəkatı bir səviyyə gəlib çatmış, bir düzəyə gəlib çatmış ki, artıq bu düzey bundan sonraki etibarilə milli siyasi bir etibara, milli siyasi bir qata çevrilməsi gərəkən məsələlərdən birisidir.
Biz keçən həftələrin çalxanısında demək ki, Azərbaycan Türk millətinin o mədəni formadan, mədəni şəkildən siyasi səviyyə qalxmadığını eynilə bəzi zamanlarda, bəzi demək ki, səhnələrdə açıqcasına görmüş olduq. Azərbaycanda çox təəssüflə az bir insanın dilindən olmuş belə olsa siyasi motivasyon, siyasi şüarlar demək ki, Azərbaycan Türk millətinin əzəli, əbədi düşməni olan pəhləviçilərin xeyrinə şüarlar ortaya qoyuldu. Və bunu göstərmiş oldu ki, biz Azərbaycan Milli Hərəkatının təşkilatları, siyasi partiyaları, milli siyasi çalışqanları gerçəkdən də millətimizin içərisində, millətimizin üzərində o lazım olan etkini, lazım olan özverini ortaya qoymamışıq. Ya bunun da səbəbi nədən ibarət? Səbəb bundan ibarətdir ki, hər zaman demişik ki, bizim hərəkatımız mədəni hərəkatdır. Hərəkatımız demək ki, insani hərəkatdır. Hərəkatımız barışçıl hərəkatdır. Hərəkatımız dərgiranə hərəkat deyil deyə. Millətimizi sadəcə stadionlarda, sadəcə bəzi demək ki, məhfillərdə, o cümlədən Babəkdə, o cümlədən bəzi nöqtələrdə sadəcə və sadəcə özünü müdafiə etmə şəklində, formasında görmüşük və bu etirazların əsasında bir var, bir çəkimcəllik vardır. Bu çəkimcəllik nədən ibarət? Çəkimcəllik bundan ibarət ki, biz haqlarımızı mədəni şəkildə istəyirik. Biz haqlarımızı siyasi deyil, haqlarımızı İran çərçivəsində istəyirik. Biz haqlarımızı bu hakimiyyətin və ya hər hansı bir hakimiyyətin nə qədər Azərbaycan Türk millətinin düşməni olsa belə onun çərçivəsində istəyirik. Biz haqlarımızı mədəni şəkildə istəyirik. Bu mədəni şəkildə istəyin, mədəni şəkildə tərifinin özünün də anlamı var. Hər bir siyasi hərəkat qeyri-mədəni deyil. Hər bir siyasi hərəkatın içində onun mədəniyyəti, onun açıq aydıncasına demək ki, ortaya qoyduğu o davranış əsasları çox böyük rol oynayır. Azərbaycan milli siyasi hərəkatı hər zaman mədəniyyəti öz içində yaşadacaq, hər zaman mədəniyyəti öz içində yaşatmalıdır. Bir siyasi, bir barışçıl demək, bir dünya səviyyəsində bir çağdaş hərəkət olduğunda heç bir şübhə, heç bir şəkki yaratmamalıdır. Amma öz haqlarını, öz hüquqlarını siyasi səviyyədə müdafiə etməlidir. Nəinki müdafiə etməlidir? Bəlkə hətta lazım gəlirsə təərrüzə qalxmalı, bəlkə lazım gəlirsə demək ki, haqlarını almaq üçün çox şiddətli, güclü, qüdrətli demək ki, maneələri qabağından aşmalıdır. O qabağından aşılan maneələr nələrdir? Birinci budur ki, Azərbaycan Milli Hərəkatı çox sürətlə içəridə özəlliklə içəridə siyasi təşkilata çevrilmək üçün, siyasi orqanizə sisteminə çevrilmək üçün siyasi hərəkata əl vurmalıdır. Mədəni hərəkat belə bir şey. Mədəni hərəkatın görüntüsü, mədəni hərəkatın necə deyim, vizyonu yoxdur. Mədəni hərəkatın vizyonu əslində millətin ayılması, millətin özünə gəlməsi deməkdir. Və bu da vizyon deyil. Bu bir demək, necə deyim, bir nəhai istək də deyil. Bəlkə bir dirçəlişdir. Bəlkə bir yoldur. Vizyon bu deməkdir ki, mən demək ki, 20 ildən sonra istəyirəm ki, bu nöqtəni ortaya qoymuş olan nöqtə nədir? Nöqtə mənim xalqımın, mənim millətimin, mənim məmləkətimin, mənim dövlətimin azad olmasıdır. Azad olmaq üçün burada artıq mədəni hərəkat deyil. Mədəni hərəkat siyasi hərəkatın içində bayınır, siyasi hərəkatın içində özünü tərif edir və siyasi hərəkatın
olması, siyasi hərəkatın təşkilatlanma sistemi deyəcəsi, siyasi hərəkatın bütün çətinliklərə rəğmən demək ki, təşkilat, qurumsallıq sisteminə girməsi. Siyasi hərəkat bunları tələb edir. Siyasi hərəkat hər hansı bir millətin təşkilatsızlığını təhəmmül eləyə bilmir. Siyasi hərəkat əlbəttə ki, demək ki, özü ilə birlikdə təşkilatı sistemi ortaya qoyub. Bu təşkilatçı sistemin necə ortaya qoyacağını söhbət eləmirik bu günləri. Bu günləri artıq Azərbaycan Milli Hərəkatının dərhal bu aldığı dərslərdən sonra demək ki, yeni bir mərhələyə ayaq basması, ayaq qoyması önəm daşıyır. Şüarla deyil, bunlar heç bir şüarla olmaz. Mən oturacağım demək ki, Amerikada, mən oturacağım Avropada, mən oturacağım o yanda, mən oturacağım bu yanda, içəriyə deyəcəm təşkilatdan. Yox, bununla olmayacaq. Bundan olmaz. Şüar verməklə də olmaz. Mən nə qədər bu günləri gəlsəm desəm ki, Güney Azərbaycan Qurtuluş Partiyası bir siyasi təşkilat olaraq, bir milli siyasi təşkilat olaraq əlbəttə ki, xalqımızı, millətimizi milli siyasi olmağa dəvət edir. Bu dəvətlə heç bir şey olmaz. Bunun payalarını, bunun zəminin yaratmaq lazımdır. Və bunun payalarının, bunun zəminin yaranması mütləqa içəridə millətimizin, xalqımızın, gəncliyimizin demək ki, iradəsi əsasında ortaya qoyulmalı. İradəsi əsasında analiz olub və daha doğrusu o dediyim o gələcəyə hədəf, o vizyon, o hədəf kütləsi nədirsə təşkilatın siyasilaşması, millətin siyasilaşması odur. Millət siyasilaşırsa, o siyasətin əsasında ideoloji əsaslarını ortaya qoyur, ideolojik birliklərini, ideolojik bazılarını demək ki, müəyyənləşdirir. İndi bu öncə zəif ola bilər, öncə demək ki, aşılımları aşacaq qədər güclü ola bilməz, amma zaman gəldikcə, çünki qabaqda qarşıda bir görüntü, bir vizyon vardır, qabaqda bir kütlə, hədəf kütləsi vardır. Demək ki, bu mütləqa və mütləqa millətin içində mənimsənər, millətin içində özünü tərif edə bilər və milləti o qaranlıqdan çıxarıb və daha doğrusu aydınlığa çəkib gətirə bilər bir təşkilat, bir siyasi sistem və siyasi davranışdır. Siyasi davranışın əslində mədəni davranışla fərqini müəyyən dərəcə dedik ki, mədəni bir vizyonsuz yüksəliş, ümum yüksəliş bir arzusudur. Siyasət bir vizyondur. Siyasət bir gələcəyə hədəf götürüb, hədəf qoyan, ideoloji, stratejik əsaslarını üzərinə təşkilatlanma sistemini ortaya qoyan bir demək ki, kütlə hədəfidir, ya hədəf kütləsidir. Bu bir-birindən fərqli olan bir şeylərdir. Təəssüflə bu günə qədər az bir demək ki, çabanı nəzərə tutmasaq, nəzərə tutsaq, az bir çabanı ümumiyyətlə Azərbaycan Milli Hərəkatı mədəni formada, mədəni şəkildə özünü irəli götürübdür. Yenə demək istəyirəm, mədəni şəkildən çıxmaq bu demək deyil ki, əlinə əsləhə silah götürəcəkdir və mücadilə meydanına girəcək. O da ola bilər, o da olmalıdır. Lazım gəlirsə, burada həqqi məşru vardır. Əgər mənim torpaqlarım Azərbaycanımızın demək ki, batı bölgələrində təərrüz altındadır və orada küt terrorizmi birləşibdir və vizyonun qoyubdur urmunun üzərində, o siyasi bir vizyon ortaya qoyubdur. Orada mədəni şəkli yoxdur, mədəni forma yoxdur, orada terror forması var. Demək ki, Azərbaycan Milli Hərəkatı da burada düşməni qabağında qarşısında kim olursa olsun siyasi hədəf ortaya qoyması lazımdır. Siyasi hədəfin hər şeydən öncə siyasi təşkilatlanması gərəkir. Bu, istərsə Tehran irticası rejimi qabağında qarşısında olsun, istərsə okyanusun o tərəfindən körüklənmiş, şişilmiş Nimçə pəhləvinin demək olar ki, o
təşkilatlanma sisteminin qabağında qarşısında olsun. İstərsə filan təşkilatın, münafiq təşkilatın demək ki, qabağında qarşısında olsun. Azərbaycan Milli Hərəkatı mütləqa və mütləqa millətimizi, xalqımızı bu böyük kaosdan, bu həyat kaosundan qurtarmaq üçün mütləqa və mütləqa siyasi səviyyə, siyasi qata dönüşməli, yüksəlməli və bu yüksəliş əsasında öz yoluna davam etməlidir. Bundan başqa yolumuz yoxdur artıq. Yenə demək istəyirəm ki, bəzi bizim təşkilatlarımız, bəzi dostlarımız ümumiyyətlə bu siyasi və mədəni məsələsini tam bir-biriyle dəyişik tuturlar. Güya ki, siyasi mücadilə, mübarizə mütləqa qan tökülməklə olar, mütləqa qan töküləcək deyə və mədəni məsələ yox, barışla olacaqdır. Oturacaq masa üstündə, o mənə bir çay tərif eləyəcək, mən ona bir çay tərif eləyəcəm, içəcək bir-birimizin sağlığımıza və duracaq ayağa. Bu mədəni şəkil oldu. Bu mədəni şəkil deyil. Bu, hətta mədəni şəklin belə demək ki, necə deyim, təslim edilməsi bir təslimçilik şərtidir. Biz bunu zamanında, vaxtında gördük. Biz Azərbaycan Milli Hökumətində bunu gördük. Azərbaycan Milli Hökuməti siyasi davranışını müəyyən dərəcə kənara qoyub və Tehranla mədəni demək şəkil formasını siyasilaşdırmaq tərzi ilə Azərbaycanımızda nə oldu, nəticə bəlli. 25 min insanımızı bu qəddar faşist Pəhləvi rejimi qırdı tökdü. Bu günləri də gözümüzlə görürük. İnsan demək ki, mədəni şəkildə qalxır və deyir ki, biz acıq, biz çörəyimiz yox yeməyə. O tərəfdən bir vəhşi sistem, vəhşi rejim artıq demək olar ki, bu xalqı, bu milləti tək kurşunla cəzalandırır və tək kurşunla demək ki, 20 min insanı qətliam edir. Ya bu ümumiyyətlə bunu göstərmiş olur ki, biz nə qədər mədəni şəkildə, mədəni formada gəlsək, bağırsıq, çığırsıq, stadionlarımızda, o yanda, bu yanda, bu bir haqdır, gözəldir. Amma bunun səviyyəsini mütləqa və mütləqa siyasi qata çevirməsək, biz yenə bu susqunluğumuzu sürəcəyik, yenə bu susqunluğumuzda davam edəcəyik və bu susqunluq bizim başımıza fəlakətdən başqa heç bir şey gətirməyəcəkdir. Bir daha bir verilişimizin sonuna gəldik. Hamımıza can sağlığı və sağlıqla qalırız. Görüşəriz inşallah gələn verilişlərimizdə. Çox sağ olasınız bizi dinlədiyiniz üçün.